Salam uşaqlar. Bugünkü dərsimiz Salaridir mövzusudur. Salari dövləti 941-981-ci ildə mövcud olmuş bir dövlətdir. Məişə və quruluşuna baxaq. Salarilər dövləti deyilən Gilan hakimi, yəni Kəngəli Türk soyundan olan Mərzban İbn Məhəmməd tərəfindən 941-ci ildə yaradılmışdır. Sadəcəli dövlətinə son qoyduqdan sonra Salarilər dövləti quruldu. Salar sözü türkcə yurt tutan mənasını daşıyırdı. Paytaxtda Ərdəbil şəhəri dövlətin sərhədləri Dərbənd keçidində Dəzə Fərəq çayının yuxarı axarlarına kimi gəlirdi. Yəni bu əraziyə qədər ərazisi, yəni buradan bu əraziyə qədər əhatə olunmuşdu. Daha sonra baxaq. Mərzban İbn Məhəmmədin hakimiyyəti dövründə olan hadisələrdən danışacağıq. Azərbaycanın şimal-qərb torpaqlarını Şirvanşahlar dövləti və Şərqi Gürcüstan Asiyasiyası alındı, Dərbənd də ələ keçirildi. Sazəyə tabe olan feodal hakimlər Salari dövlətinə vergi verməyə başladılar. Xəzər dənizində Azərbaycan ticarət gəmiləri fəaliyyət göstərirdi. Bütün Azərbaycan torpaqları vahid bir dövlətdə birləşdirildi. Bu birləşmə iqtisadi sənətkarlıq və ticarətin inkişafına təkan verdi. Xarici ticari əlaqələr genişləndi. Etnik qrupların Azərbaycan xalqı ilə qarışması müsbət təsir göstərdi. Azərbaycan yaxın və orta şərq iqtisadi hərbi siyasi rolu artdı. Ölkə daxilində qarşılaşmalar son qoyuldu və asayiş təmin olundu. 944-cü ildə Səfəvilərin tərəfindən Bərdə faciəsi törədildi. Daha sonra Mərzban İbn Məhəmmədin qanunnaməsindən danışaq. Mərzban İbn Məhəmməd vergi sistemini nizamlamaq və vergi toplanmasını öz başına son qoymaq məqsədilə qanunnamə hazırlatmışdır. Bu qanunnamə vergi sistemində qayda-qanun yaratdı, tabe olmayan feodalları öz başlarına qarşısı aldı, vergiləri nizamladı və maliyyə işlərini nəzarət göstərdi. Nəticədə Salari dövləti Azərbaycan tarixində qısa müddət ərzində də olsa siyasi, iqtisadi və mədəni dəyişikliklər etmiş, ölkənin birləşməsini və sabitliyini təmin etmişdir. Daha sonra biz Salari dövlətinin daxili vəziyyəti və süqutundan danışacağıq. Mərzban İbn Məhəmmədin dövründə ölkədə aşağıdakı vergilər toplanılırdı. Torpaq və əmlak vergisi, yerli əhali üçün və xərac tabe olan ölkələrin hakimlərindən ilk olaraq alınan vergi. Burada bir qeyd var. Salari ordusu Muzlu süvarilərindən təşkil olunmuşdu. Mərzban İbn Məhəmmədin ölümündən sonra daxili qarşıdurmalar gücləndi. 10-cu əsrin 60-70-də Mərzbanın varisləri arasında hakimiyyət olunan mübarizə, feodalların daxili müharibələri və iqtisadi çətinliklər Salari dövlətinin süqutunu sürətləndirdi. Daha sonra Vəhsudan hakimiyyətə gəldi. 957-962-ci ildə Mərzbanın qardaşı Vəhsudan oğulları arasında mübarizə qalib gəldi. Feodallar üstəlik seçərək hakimiyyəti möhkəmləndirdi. Daha sonra İbrahim İbn Mərzban gəlir hakimiyyətə. 962-981-ci il Salari dövlətinin qüdrətini itirdi və mərkəzi hakimiyyət zəiflədi. Feodallar itaət saxlamaq üçün daxili torpaqlar payladı, daha çox iqtidar payladı. Dərbənd və Gəncə vilayətləri müstəqil oldu. Dövlət ərazisində Şəddilər dövləti yarandı və Məziyyədilər Salari dövlətinin tərkibindən çıxdı. Nəticədə 981-ci ildə Salari dövləti süqut etdi və onun ərazisi müxtəlif dövlətlər arasında bölüşdürüldü. Əhəmiyyətindən danışaq ümumi olaraq, Salari dövləti Azərbaycan tarixində qısa müddət ərzində də olsa siyasi birlik yaratmışdı, lakin dövlətin çəkişmələri, daxili çəkişmələri və feodal parçalanmasına zəifləyə tarix səhnəsindən çıxmışdır. Paytaxtı dediyi Ərdəbil şəhəri olmuşdur. Yəni Ərdəbil şəhərində Sazəli dövlətindən alınmış və birbaşa əsas paytaxt etmişdir. Özləri deyilən və Gilan hakimi idi. İlk olaraq Mərzban İbn Məhəmmədin gəldiyi yer bura idi. Sonra biz söhbət asa bilərik ərazisindən dedik. Dərbənddən Dəzə Fərəq çayının yuxarı axarlarına qədər əhatə olunurdu. Yəni özündən Şirvanşahlar dövlətinin asasiyası almışdı. Daha sonra bütün Azərbaycanı vahid halda birləşdirən ikinci dövlət idi. Ümumi məlumat bu qədərdir. Yəni ərazisi də burada xəritədə gördüyünüz ərazidir. Salarilər dövlətinin ümidvaram dərs sizin üçün faydalı olar.